Yağış suları Ağstafa şəhəri Məmmədəmin Rəsulzadə küçəsi 92A ünvanında yaşayan Şərqiyə Qəhrəmanovanın evinə tökülür. Buna səbəb isə qadının yaşadığı binanın dam örtüyünün sıradan çıxmasıdır. İzləyək. 12 ildir biz bura köçəli, 12 ildir bax belə başımıza yağır. Yatdığımız yerdə üstümüzə yağır. Ona görə də bax belə qoyuruq. Mən rayonda Kəndəzada gedirəm. Ona görə vannaya qoyuram. Bax bunun üstündən damır. Şərqiyə Qəhrəmanova deyir ki, yaşadığı ev ona 12 il əvvəl dövlət tərəfindən verilib. Hazırda burada 24 ailə yaşayır. Ev sahibi bildirir ki, yağış yağdıqda evlərdə oturmaq mümkün olmur. Yorğan döşək də su deyil, döşək elə gündədir ki. Hələ sönmüşəm, üzünü zadı bütün ləkin düzü zadı, hər yeri, bax bu üzü, manavdır hər yeri, yağışın ləkəsi. Binanın daxili ilə yanaşı dəhliz hissəsi də acınacaqlı vəziyyətdədir. Oradan selləmə yağış gəlir duhar boyu şeydən, labirindən. Sel gəlir bütün bacada da göyərçinlər var. Onların zil-tizivili hamısı o şeydən, havalandırıcıdan bəri tökülür. Evin bütün yarıq-yarıqdır. Burada bir 6-7 bal zəlzələ olsa yıxılacaq o evlər. Qorxuram mən bu evdə yaşamağa. Hər yerimiz sudur, bax, baxa bilərsiniz. Bu deyil, bax, hər yerimiz ləkə, su, yağış yağıb, hamısı polun üstü, bütün sudur. Məsələ ilə bağlı üst tutduğumuz Ağstafa Mənzil Kommunal İstismar İdarəsində heç kimi tapa bilmədik. Ağstafa şəhər icra nümayəndəsi Rəşid Bayramov isə bildirdi ki, sözü gedən problemdən xəbərdardılar. İcra nümayəndəsi bununla bağlı əraziyə mühəndis göndərəcəyinə və məsələnin tezliklə həll ediləcəyinə vəd verdi. Vasif Aqifoğlu, Diana Cəlali, Rəşad Əliskəndarov, Spice Xəbər, Ağstafa.